Salam əziz Treqrup izləyiciləri. Qərə bu gün sizin üçün Mərdəkandan bu Bəhbəhin ortancıl qardaşını çəkir. Necə bir şey? Bu doğrudan da Bəhbəhin ortancıl qardaşıdır. Mənə videoda deyirlər ki, ay Qərə, çox şeylər çəkmirsən, biz tam ətraflı görə bilmirik. Elə istəyirsiniz? Gəlin də. Bu bizim alaqapımız. Çək qardaşım, çək görsünlər. Bu bizim müşahidə kameramız. Bu bizim gecə işığı. Bu baseynin yanındakı ağacımız. Bu bizim baseynimiz, bu Qərənin özü, bu da mikrofonu. Vallahi belə bir şey olmur. Almaq istəyən adam mütləq şəkildə gəlib özü görməlidir. Qərə sadəcə müəyyən detalları çəkib sizə göstərirəm ki, ümumi məlumat olsun. Ətraflı isə özünüz gəlib bunu görməlisiniz. Deyirəm ki, uşaq vaxtı oynayardıq belə yarpaq-yurpaqla. Demək, əyitimiz 9 sotdur, 2 mərtəbəlimiz də 250 kvadrat. Məncə bu tərəflərdə demək olar ki, böyük əyitdə qalmayıb. Əyit və ev sadəcə möhtəşəmdir. Bunu bir dənə Qərəni sevənlər üçün çəkək. Bax, Qərə necə görsənir? Bilirəm orada deyəcəklər ki, maşallah, maşallah. Qərə də deyir ki, bir dənə söhbətgah necə görsənir? Maşallah, maşallah. Bu 2 mərtəbəlinin söhbətgahı belədirsə, görün də evin içi nədir? Gör evin içi nədir? Qərə çıxıb 2-ci mərtəbəyə, Qərə göylə getmək istəyir. Buranın havası belədir ki, burada yerlə getmək, nə bilmək, Qərə özvə qeyd. Gəldi, çıxdı videonun sonuna. Əgər siz də bu gözəl Bəhbəhin ortancıl qardaşını bəyəndinizsə, yığırsınız Treqrupun səhifəsindəki nömrələri, Qərə sizi götürüb gəlir bura. Allah alana da xeyir versin. Görüşərik dostlar.